Meşəli ərazidə tikilmiş, raket zərbəsinə belə davam gətirə biləcək bunker. Sovet dönəmindən günümüzə qədər gəlib çıxan sığınacaq. Bunkerin özündə nə qədər sir saxladığı bilinmir. Bələdçilərin köməyi ilə onun yalnız ilk mərtəbəsi ilə tanış olmaq mümkündür. Hərbi tikilinin vaxtı ilə müxtəlif istiqamətlərdən kamuflaj edilmiş ağır qapıları olub. İç-içə otaqları isə labirinti xatırladır. Bura giriş qapısıdır. Bu giriş qapısı sökülübdür. Burada dəmir, divar beton, qapılarda dəmirdən idi. Başımızın üstündəki bu hündür betonlar, qalın betonlardır, xüsusi betonlardır, xüsusi, yəni hazırlanmış betonlardır. Bura girişin birinci girişdir. Buradan tuneldir, hava tuneli, hava yolu tuneldir. Tuneldən sonra yenə ara kəsmədir, yenə buradan qapıdır. Gəzdikcə adama elə gəlir ki, 1 metr qalınlığı olan divarların digər üzündə də otaqlar var və oradan bunkerin başqa mərtəbələrinə keçmək mümkündür. Sığınacaqda rabitə kabellərinin hissələrinə də rast gəlinir. Qapıdan sonra aşağı tərəfdə, sağda, solda xırda pəncərələr var. Bu pəncərələrdə rabitə qovşağının aparatları yerləşmişdir. İndi o aparatlar yoxdur, amma o aparatların əlamətidir. Yuxarıda burada elektrik xəttinin izolyatorları indi də qalır. Düzdür, bəziləri çürüyüb, bəziləri sınıb. Qabağdakı girişdə isə hətta kabelin qırıntıları burada qalıb. Bura, yəni əskər və zabitlərin burada oturub hərbi bazanı idarə edəcəyi bir ərazidir. Bura artıq ikinci qapıdır. Həm o tərəfdən, həm bu tərəfdən qapıların girişidir. Eyni ilə burada da qapı var idi. Sovet İttifaqının o dövrdə hərbi məqsədlər üçün nəzərdə tutduğu bunkerin sirrini deyilənə görə sonradan qərb kəşfiyyatı ələ keçirib. Bunker hazırda baxımsız vəziyyətdədir. Ancaq Cəlilabada gələn qonaqlar üçün həmişə maraqlı yerlərdən biri olub. Uşaqlığım burada keçib. Çox gözəl, qəşəng, həm təbiətimiz gözəldir, həm bu tikintilərə gəlib baxırsan, mənzərəli bir şeydir. Bizim qocalı babalarımız, dədələrimiz bizə pastanı danışırdı buranın tikintisi haqqında. Düzdür, biz görməmişik, ancaq eşitmişik, bizə çox maraqlı gəlirdi. Hardan necə gəlib tikiblər, necə olub, tikilib bu şeylər ərsəyə gəlib. Bunların hamısını bizə danışıb dədə-babalarımız, biz görmüşük. Qeyd edək ki, dünyanın bir çox yerində keçmiş hərbi obyektlər muzey kimi qorunub saxlanılır. Şahin Həsənov, Natiq Çıraqzadə, ASTV Xəbər.